Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 285-dən başlayaraq birinci məsələlərin izahını verəcəyəm. Bugünkü mövzumuz quru sularıdır. Quru sular bölməsində birinci qeydlər edək. Çayın düşməsi, demək çay şəbəkəsi, demək müəyyən ərazidə olan çay sistemlərinin cəminə çay şəbəkəsi deyilir və çay şəbəkəsinin sıxlığı bu cür düsturla hesablanır. Baxın, bu cür düsturla hesablanır və çay şəbəkəsinin əsas çay və onun qollarının uzunluğu, burada su toplayıcı hövzəsinin sahəsi bizə məsələ həllərində bu düsturlar bizə lazım olacaqdır. Sonra çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi çayın düşməsi adlanır. Burada qeyd olunur. Çayın meyilliyi nəyə deyilir? Çayın meyilliyi çayın düşməsinin onun uzunluğuna olan nisbətinə isə çayın meyilliyi deyilir. Çayın su sərfi nəyə deyilir? Çayın canlı enkəsindən 1 saniyə ərzində keçən suyun miqdarına çayın su sərfi deyilir. Və burada düsturlarla qeyd olunur və biz bu düsturlardan istifadə edəcəyik. Çayın illik axımı nəyə deyilir? Çayın illik axımı demək çayın il ərzində axdığı suyun miqdarıdır. Çayın orta illik axımını hesablamaq üçün 1 saniyə ərzində 1 saniyədəki su sərfini ildəki saniyələrin sayına vurmaq lazımdır və burada qeyd olunur illik axım demək bu düstur vasitəsilə hesablanır. Düstur vasitəsilə hesablanır. Burada çayın orta illik axımı və çayın su sərfi, yəni hərflərlə qeyd olunur. Misal üçün çayın enkəsinin misal gətirək, çayın enkəsindən 1 saniyədə keçən suyun miqdarı 200 kub metr olarsa, illik su sərfini kub kilometrlə hesablayın və burada düsturda rəqəmləri yerinə qoyub tapırıq. Demək 6,3 kub kilometri tapmış oluruq. 1 kub kilometr 10 üstü 9 kub metrdir. Və məsələmizin həllinə keçək. Ərazidəki çayların uzunluğu 240 kilometr, çay şəbəkəsinin sıxlığı isə 0,8 kilometr kvadrat kilometrdir. Həmin ərazinin sahəsi hansı miqyaslı xəritədə 12 kvadrat santimetr olar? Demək, sıxlığı tapmaq istəyiriksə, baxın, bu düsturdan istifadə edəcək. Çayın uzunluğu 240 kilometr, sıxlıq 0,8 kilometr kvadrat kilometrdir. Buradan rəqəmləri yerinə qoyub tapırıq. Həqiqi sahəmiz olur 300 kvadrat kilometr, xəritədəki sahə 12 kvadrat santimetr. Miqyasımızı tapmaq istəyiriksə, həqiqi sahəni xəritədəki sahəyə bölürük və miqyasımız olur. Demək, burada kök altında 25, 5 kilometr olar, 1 santimetrdə 5 kilometr və izahlı miqyası, ədədi miqyasa çeviriksə 100 minə vururuq. 1-in 500 minə nisbəti miqyaslı xəritə edər. Məsələ 188-ə baxaq. Demək, ərazidəki çayların ümumi uzunluğu 180 kilometr, çay şəbəkəsinin sıxlığı 2,5 kilometr kvadrat kilometrdir. Hansı miqyaslı xəritədə həmin ərazinin sahəsi 2 kvadrat santimetr olar? Bayaqki qaydada yenə də demək həll edirik. Çayın uzunluğu 180 kilometr, sıxlıq 2,5 kilometr kvadrat kilometr. Burada rəqəmləri yerinə qoyub tapırıq. Demək, həqiqi sahəmiz olur 72 kvadrat kilometr, xəritədəki sahə 2 kvadrat santimetr. Miqyası tapırıq. Buradan tapırıq kök altında 36, 1 santimetrdə 6 kilometri tapmış oluruq.
1-in 600 minə nisbətli miqyaslı xəritə edər. Məsələ 190-a baxaq. Demək, uzunluğu 2500 kilometr olan çay mənbəyini 3500 metr yüksəklikdən götürür. Çayın məzəbi Xəzər dənizi olarsa, bu çayın düşməsini və meylliyini müvafiq olaraq hesablayın. Çayın uzunluğu qeyd etdik 3500 metr, mənsəbi -27 metr. Demək, çayın düşməsi oldu 3527 metr. Çayın uzunluğu 2500 kilometr. Meyilliyi tapmaq istəyiriksə, çayın uzunluğunu düşməsinin uzunluğuna bölürük və çayın meyilliyi olur 1,4 metr kilometr tapmış oluruq. Məsələ 196-ya baxaq. Uzunluğu demək, uzunluğu 2500 kilometr olan çayın mənbəyi. 2500 çay mənbəyi El məntəqəsində yerləşir. Mənsəbi isə M məntəqəsindədir. M və F məntəqələri arasında atmosfer təzyiqi fərqi 75 mm civə sütundur. M məntəqəsində havanın temperaturu 10 dərəcə Selsidir. Demək, 10 dərəcə Selsi olduğu nəzərə alırıq. F məntəqəsində havanın temperaturunu və orta meyilliyini müəyyən edin. Demək ki, uzunluq 250 kilometrdirsə və təzyiq fərqi 75 mm civə sütundursa, biz təzyiq fərqini çeviririk hündürlük fərqinə və kəsmə yüksəkliyi tapırıq. 100 metrdə 10 mm aşağı düşürsə təzyiq, deməli 75 mm civə sütunu bərabərdir. X buradan tapırıq 750 metr. Kəsmə yüksəkliyimiz olur 750 metr. Və nisbi hündürlüyü tapmaq lazımdır. Nisbi hündürlük nəyə deyilir? Şaquli xətt üzrə bir nöqtənin digər nöqtəyə hündürlük fərqidir. Və M məntəqəsi ilə L məntəqəsi ilə M məntəqəsi arasında 4 dənə kəsmə yüksəkliyi olduğu üçün və kəsmə yüksəkliyimizin də hündürlüyü 750 metr olduğu üçün 750 metri 4-ə vurub tapırıq hündürlük fərqini. Hündürlük fərqi olur, yəni çayın düşməsi olur 3000 metr. Çayın düşməsi 3000 metrdirsə, uzunluğu da 2500 metrdirsə, biz düsturda rəqəmləri yerinə qoyub tapırıq 1,2 metr kilometr. Bu olur bizim meyilliyimiz. Meyilliyimiz olur 1,2 metr kilometr. Və bizə temperatur verir. Deyir ki, M məntəqəsində temperatur 10 dərəcə Selsidir. M məntəqəsində 10 dərəcə Selsidirsə, biz kəsmə yüksəkliyi çeviririk. Yəni, kəsmə yüksəkliyi nəyə deyilir? İki qonşu horizontal arasındakı hündürlük fərqidir. Yəni, 750 metri çeviririk, hündürlük fərqini çeviririk temperatur fərqinə. Hər 100 metrdə temperatur 0,6 dərəcə Selsi aşağı düşürsə, 750 metr X buradan tapırıq 4,5 dərəcə Selsi. Olur bizim temperatur fərqimiz. İki qonşu horizontal arasında temperatur fərqi olur 4,5 dərəcə Selsi. M məntəqəsində 10 dərəcə Selsidirsə, F məntəqəsində deməli temperatur aşağı düşəcək. Yəni 10 dərəcə Selsidən çıxırıq 4,5 dərəcə Selsini. Tapırıq F məntəqəsindəki temperatur olur 5,5 dərəcə Selsi. Meyillik də olur 1,2 metr kilometr. Məsələ 223-ə baxaq. Çayın su sərfi 240 kub metr saniyə, çayın ən kəsin sahəsi 300 kvadrat metr olarsa, çayda suyun axım sürətini hesablayın. Çayda suyun axım sürəti, çayın su sərfini hesablamaq üçün bizim düsturlarımız var idi. Baxın, bu düsturdan biz istifadə edəcəyik və rəqəmləri yerinə qoyub tapırıq. Burada demək 240 çayın su sərfidir.
Çayın demək, çayın su səthi, çayın en kəsin sahəsi 300 və çayın sürətini tapmaq istəyiriksə, rəqəmləri burada yerinə qoyub tapırıq. 0,8 metr saniyəni tapmış oluruq. Çayın sürətini tapmış oluruq. Axım sürəti olur 0,8 metr saniyə. Məsələ 224-ə baxaq. Çayın su sərfi 720 kub metr saniyə, çayın en kəsin sahəsi 1800 kvadrat metr olarsa, çayda suyun axın sürətini hesablayın. Bayaqki qaydada yenə də rəqəmlərlə demək tapırıq. Düsturda rəqəmlərlə tapırıq 0,4 metr saniyəni tapmış oluruq. Çayın axım sürəti. Məsələ 225-ə baxaq. Sxemdə verilmiş çayın orta meylliyinin 0,9 metr kilometr olduğunu bilərək çayın uzunluğunun neçə kilometr olduğunu hesablayın. Fikir verək, horizontallara baxaq. Deməli, horizontalın birində hündürlük 900 metrdir, birində 300 metrdir. Aralarında hündürlük fərqi 600 metrdir. 600 metrdə bölürük 2-yə 300 metr. Deməli, bizim kəsmə yüksəkliyimiz 300 metrdir. Kəsmə yüksəkliyimiz 300 metrdirsə və çayın orta meyilliyi 0,9 metr kilometrdirsə, biz çayın mənbəyi ilə mənsəbi arasında hündürlük fərqini tapmaq istəyirik. Deməli, mənbəyi ilə mənsəbi arasında 3 dənə kəsmə yüksəklik vardır. Demək, 900 metrin üzərinə 300 metri əlavə edirik. 1200 metr. Sonuncu horizontalımız 300 metr. Aralarındakı fərq 1200 metrdən 300 metrə çıxıb tapırıq 900 metr. Çayın düşməsi olur 900 metr. Düsturumuz var idi. Çayın düşməsinin uzunluğuna bölürük və burada rəqəmləri yerinə qoyub tapırıq çayın uzunluğu. Çayın uzunluğu olur 1000 kilometr. Çayın uzunluğu olar 1000 kilometr. Və məsələ 226-ya baxaq. A və B çaylarının axın sürətləri müvafiq olaraq 1,8 metr saniyə, 1,2 metr saniyə, su sərfləri isə 630 kub metr saniyə və 288 metr kub metr saniyə olarsa, bu çayların yatağının en kəsiyinin sahələri arasındakı fərqi hesablayın. Bayaqki qaydada yenə də rəqəmlərlə demək tapırıq 350, birinci çayda tapırıq 350 kvadrat metr, çayın en kəsin sahəsi, ikincisində isə 240 kvadrat metri tapırıq. Aralarındakı fərq 110 kvadrat metr olar. 110 kvadrat metr olar. Deməli, çay yatağının en kəsin sahələri arasındakı fərq 110 kvadrat metr olar. Məsələ 227-yə baxaq. Demək, çayın uzunluğu 1500 kilometrdir. Çayın mənbəyində təzyiq, burada təzyiq verir. Atmosfer təzyiqi 410 mm civə sütunu, mənsəbində isə 710 mm civə sütunu olarsa, çayın orta meyilliyini hesablayın. Burada çayın mənbəyi ilə mənsəbi arasında təzyiq fərqi 300 mm civə sütundur. Təzyiq fərqində çeviririk hündürlük fərqinə, tapırıq 3000 metr, yəni nisbi hündürlük 3000 metr, çayın düşməsi 3000 metr və çayın uzunluğu 1500 kilometr. Rəqəmləri yerinə qoyuruq. Düsturda baxın, meyilliyi tapmaq istəyirək. Çayın düşməsinin uzunluğuna bölüb tapırıq meyilliyi 2 metr kilometr olar. Sonra 228-ə baxaq. Çayın demək burada A və B çaylarının axın sürətləri müvafiq olaraq 1,8 metr saniyə, 1,2 metr saniyə, en kəsiklərin sahəsi 350 metr kvadrat, 240 metr kvadrat olarsa, bu çayların su sərfləri arasındakı fərqi hesablayın. Bayaqki qaydada yenə də
Demək, burada su sərfini tapmaq istəyiriksə, çayın en kəsin sahəsinə, çayın axın sürətinə vururuq, hasilini tapırıq. Burada olur 630 kub metr saniyə birincidə, ikincidə isə olur 288 kub metr saniyə su sərfi. Deməli, 630-dan 288-ə çıxıb tapırıq 342 kub metr saniyə. Fərq, yəni 342 kub metr saniyə olar. Yəni su sərfləri arasındakı fərq. Məsələ 229-a baxaq. Çayın uzunluğu 3500 kilometr, orta meyillik 0,8 metr kilometrdir. Çayın mənbəyi ilə mənsəbi arasındakı fərqi hesablayın. Yenə də burada 3500 kilometr çayın uzunluğu, meyilliyi 0,8 metr kilometr. Çayın düşməsini tapmaq istəyiriksə, burada rəqəmlərlə biz tapırıq 2800 metr. 2800 metr çayın düşməsidir və çayın düşməsində, yəni çayın nisbi hündürlük də həmçinin 2800 metr. Nisbi hündürlüyü tapmaq istəyiriksə, biz demək 1000 metrdə 100 millimetr civə sütunu aşağı düşürsə təzyiq, 2800 metrdə x. Buradan tapırıq 280 millimetr civə sütunu. Məsələ 229-da, yəni çayın mənbəyi ilə mənsəbi arasında təzyiq fərqi 280 millimetr civə sütunu olar. Məsələ 230-a baxaq. Çayın mənbəyi ilə mənsəbi arasında təzyiq fərqi 455 millimetr civə sütunu. Orta meyilli 0,7 metr kilometrdir. Çayın uzunluğunu kilometrlə hesablayın. Bayaqki qaydada yenə də təzyiq fərqini çeviririk hündürlük fərqinə, 4550 metr. Burada rəqəmlərlə tapırıq. Deməli, çayın düşməsi olur 4550 metr. Çayın meyilliyi oldu demək 0,7 metr kilometr. Çayın uzunluğunu tapmaq istəyiriksə, baxın bu cür tənlik formasında həll edib tapırıq 6500 kilometr. Çayın demək, məsələ 231-ə baxaq. Mənbəyi dünya okeanı olan, yəni mənsəbi daha doğrusu dünya okeanı olan çayın mənbəyində atmosfer təzyiqi 460 millimetr civə sütundur. Əgər dünya okeanı deyirsə 0 metr və təzyiq 0 metrdə 760 millimetr civə sütununa bərabərdir təzyiq. Ona görə də biz təzyiq fərqini tapacağıq əvvəlcə. Çayın orta meyilliyi 0,5 metr kilometr olarsa, çayın uzunluğunu hesablayın. 760 millimetr civə sütunundan çıxırıq 460 millimetr civə sütunu, tapırıq təzyiq fərqini. Təzyiq fərqindən də hündürlük fərqini tapırıq 3000 metr. Olur çayın düşməsi 3000 metr və yenə də düsturda rəqəmləri yazıb burada tapırıq 6000 kilometr çayın uzunluğu olar, 6000 kilometr. Məsələ 232-yə baxaq. Demək, mənsəbi dünya okeanı olan çayın mənbəyində təzyiq, atmosfer təzyiqi 560 millimetr civə sütunu, çayın orta meyilliyi 0,5 metr kilometr olarsa, çayın uzunluğunu hesablayın. Bayaqki qaydada yenə də 760-dan 560-ı çıxıb tapırıq təzyiq fərqi olur 200 millimetr civə sütunu və təzyiq fərqindən də biz hündürlük fərqini tapırıq 2000 metr. Deməli, çayın düşməsi olur 2000 metr. Yenə də düsturda rəqəmləri yazıb tapırıq çayın uzunluğunu tapırıq 4000 kilometr. Məsələ 233-ə baxaq. 233-də nə deyir? A və B çaylarının mənbələri müvafiq olaraq dəniz səviyyəsindən 5380 metr və 2390 metr hündürlükdədir. Mənsəblərinin hündürlüyü isə müvafiq olaraq -20 metr və -10 metrdir. A çayının uzunluğu 180 kilometr, B çayının uzunluğu 120 kilometr olarsa, bu çayların orta meyillikləri arasındakı fərqi hesablayın.
Bayaqki qaydada yenə də 5380 metrdən çıxırıq -20 metri tapırıq çayın düşməsi, 5400 metr olur A çayının düşməsi. B çayının düşməsini buradan tapırıq 2400 metr. 2400 metr B çayının düşməsi. Və rəqəmləri yerinə qoyuruq. 180 kilometr A çayının uzunluğu. Burada rəqəmləri yazırıq. 5400-ü 180-ə bölüb tapırıq 30 metr kilometr meyilliyi tapırıq A çayında. B çayında isə meyillik olar 20 metr kilometr B çayında. Və onlar arasındakı fərq 10 metr kilometr olar. $234 nömrəli məsələdə bu da eyni tipli məsələdir. A və B çaylarının mənbələri müvafiq olaraq dəniz səviyyəsindən 5485 metr və 4180 metr hündürlükdədir. Mənsəblərin hündürlüyü isə müvafiq olaraq -15 metr və -20 metrdir. A çayının uzunluğu 110 kilometr, B çayının uzunluğu 140 kilometr olarsa bu çayların orta meyillikləri arasındakı fərqi hesablayın. Bayaqki qaydada yenə də buradan A çayının düşməsini tapırıq. 5500 metr A çayının düşməsi. A çayınki 5500, B çayınki 4200 metrdir. Çayın düşmələri və A çayının uzunluğu 110 kilometr, meyilliyi tapmaq istəyiriksə rəqəmləri yazıb tapırıq 50 metr kilometr. B çayında isə B çayının uzunluğu 140 kilometr, meyillik isə buradan tapırıq 30 metr kilometr B çayında. Və onlar arasındakı fərq 20 metr kilometr edər. Yəni meyillikləri arasındakı fərq 20 metr kilometr edər. Məsələ 235-ə baxaq. Çay yatağının demək en kəsiyinin sahəsi 12,8 kvadrat metrdir. Suyun axın sürəti 14,5 metr saniyə olarsa su sərfini hesablayın. Bayaqki qaydada yenə su sərfini hesablamaq istəyiriksə bizim düsturumuz var idi. Burada tapırıq 185,6 kub metr saniyə. Məsələ 236-ya baxaq. Deməli, çayın mənbə ilə mənsəbi arasında atmosfer təzyiqi fərqi 240 mm civə sütundur. Çayın orta meyilliyi 0,75 metr kilometr olarsa onun uzunluğunu hesablayın. Bayaqki qaydada yenə də təzyiq fərqi verirsə 240 mm civə sütunu çeviririk, hündürlük fərqini tapırıq. Çayın düşməsi olur 2400 metr və rəqəmləri yazıb çayın uzunluğunu tapmış oluruq 3200 kilometr.